Bəli, Çinarə, hər vaxtınız xeyir olsun bir daha. Vurğuladığınız kimi hazırda dünyanın əsas diqqəti kruiz gəmisində yayılan hantavirusdadır və koronavirusdan sonra növbəti bir bu cür epidemioloji vəziyyət biz müşahidə edə bilərikmi? Məsələ bu virus vasitəsilə. Təbii ki, bununla bağlı narahatlıq var insanlarda. Azərbaycan Səhiyyə Nazirliyindən də bununla bağlı məlumat verildi ki, hazırda yəni narahatlığa əsas yoxdur. Bizdə hər hansı bir yoluxma faktı qeydə alınmayıb, amma buna baxmayaraq elə son informasiyaya görə artıq bir sıra ölkələrdə bu virusa yoluxma faktı qeydə alınıb. Daha təfərrüatlı informasiyanı, eyni zamanda virusun simptomları nələrdir və bizim ölkəmizdə hazırda müşahidə edilə bilmə ehtimalı, potensialı nə qədərdir? Bununla bağlı detalları hazırda qonağım infeksionist Nahid Kərimlidən əldə edəcəyi informasiyalara. Xoş gördük Nahid bəy. Buyurun, detalları sizdən eşidək. Hər vaxtınız xeyir olsun. Ümumiyyətlə, hantavirus gəmiricilər tərəfindən törədilən bir xəstəlik olub, zoonoz infeksiya sayılır. Əlamətləri ilkin olaraq kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Ürək bulanma, qusma, hərarətin yüksəlməsi, ishal və s. əlamətlər olur. Bu ilkin əlamətlərdir. Ağır formalarında isə artıq təngənəfəslik, boğulma, reanimasiyaya qədər düşə biləcək bir xəstəlikdir. Profilaktik olaraq bizim əlimizdən gələn nədir? Profilaktikasını təşkil eləməkdir. Profilaktik olaraq artıq gəmiricilərin ifrazatıdır, tüpürcəyidir. Bunları yer altında, yəni evlərimizin zirzəmisində təmizlik işləri apararkən maska və əlcəkdən istifadə etməkdir. Niyə? Çünki həmin ifrazat məhsulları düşmüş torpaq vasitəsilə biz nəfəs aldıqda artıq tənəffüs yollarımızdan biz yoluxmuş oluruq. Bunun qarşısını almaq üçün dediyim kimi maska və əlcəkdən istifadə eləmək lazımdır. İkinci növbədə həmin əraziləri təmizləməmişdən qabaq, süpürməmişdən qabaq oranı məişət xloru ilə, spirtlə və s. dezinfektantlarla dezinfeksiya etmək lazımdır. İkinci mərhələdə artıq süpürmək, təmizləmək, bu işlərə baxmaq olar. Müalicəsində spesifik müalicəsi yoxdur. Sadəcə simptomatik olaraq müalicə aparılır. Hərarət yüksəlibsə temperaturunu aşağı salmağa, dezintaksikasiya, mayələr və s. məhlullar qoşularaq xəstənin vəziyyətini stabilləşdirmək lazımdır. Bəs Azərbaycana keçə bilərmi? Bilirik ki, indiki məqamda digər ölkələrdə də yoluxma faktı qeydə alınıb. Yəni Azərbaycanda əgər baş verərsə, bu zaman bunun qarşısını alınma yolları buna kifayət edəcəkmi? Yəni virusun qarşısını almağa? Bəli, yoluxmanın qarşısını almaq üçün artıq qlobal tranzit şirkətlərdən daşınmalar zamanı yəni gələn məhsula diqqət eləmək lazımdır. Çünki sıçan sıçovullar bildiyimiz kimi əhali az olan yerlərdə daha sıx görülür. Buna gəmilər aiddir, qatarlar aiddir və s. tranzit formalarında digər ölkədən bizim ölkəyə təxliyə oluna bilərlər. Bunun qarşısını almaq üçün yenə də dediyim kimi, yəni gələn məhsulların qapalı olsa belə açıb, yəni içinə baxmamışdan qabaq yaxşı düşünmək lazımdır. Yəni maska və əlcəkdən istifadə eləyərək, əgər ki başqa bir ölkədən gəlirsə, o formada açmaq lazımdır. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə qeyd olundu ki, hazırki məqamda Azərbaycanda virusa yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyindən də bununla bağlı rəsmi məlumat təqdim olundu. Narahatlığa əsas yoxdur, amma buna baxmayaraq digər ölkələrdə dediyimiz kimi yoluxma faktı qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı da bununla bağlı informasiya təqdim edib və bu baxımdan da mütləq şəkildə gigiyenik qaydalara əməl edilməsi zəruri hesab edilir və özəlliklə də gəmiricilər vasitəsilə keçişini nəzərə alsaq bu məqamlarda xüsusilə diqqətdə saxlamaq fayda var. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yerində sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizə çatdırdığına görə. Yeri gəlmişkən Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb.